Deməli belə, bugünkü qonaqlarımızdan biri BMW F1 avtomobilidir. Bu avtomobildə biz mühərrik yastıqlarından, padişkalarından tutmuş bir çox işlər gördük bunda. Həm askı sistemində işlə gördük, həm motorxanasında işlə gördük. Avtomobil sahibi deməli bu avtomobil gətirmişdi bizim yanımıza və ümumi qulluq üçün. Yaxınlaş bura. Dəyişdiyimiz başmaq. Çıxan ehtiyat hissələrin hamısını bir-bir prokladkasına kimi avtomobil sahibinə təhvil verəcəyik. Yəni istəsə indi özü bunu ata da bilər, tullaya da bilər, fərqi yoxdur. Yəni biz nə çıxıbsa, nə hansı detal qoymuşuqsa hamısını bir videosunu çəkib göndərmişik. Kart yerənə kimi hamısı buradadır, mühərrik yastıqları buradadır. Turbonun xortumu gördüyünüz kimi bərbad vəziyyətdədir. Onu da dəyişmişik. Bu da başmağı. Başmaqlar da qırıq-qırıq çıxıb, baxın. Burada iki qulaq olur, bir qulaq qırır. Bax, məsələn, belə əl vursan, qırıldı. Quruyub başmaqlar istilikdə, temperaturdan. Mühərrikin vəziyyəti ürək açan deyildi. Amma bütün işləri gördük. Bütün çıxan detallar, alt sepinə kimi, prokladkalarına kimi hamısı buradadır. Əzizləyicilər, siz də avtomobildə normal düzgün qulluq eləmək istəyirsinizsə, bizim servis seçib yaxınlaşın. Biz görülən işlərə də zəmanət veririk, qoyduğumuz detala da qarantiya veririk və bu avtomobilin də altına tutmuş, üstünə kimi hamısına biz nə lazımdır qulluğumuzu elədik və gördüyünüz kimi mühərrikxanası da ideal vəziyyətdə gətirdik və avtomobil sahibinə xeyirli uğurlu olsun.